ABŞ-ın Tayvanı Çindən ayırmaq cəhdləri Vaşinqton və Pekin arasında münaqişə yarada bilər. APA xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van Yi Münhen Təhlükəsizlik konfransında deyib. Tayvanı Çindən ayırmaq cəhdi qırmızı xəttdir. Bu xətti keçmək böyük ehtimalla ABŞ və Çin arasında konfliktə gətirib çıxaracaq deyə Çinin Xarici İşlər naziri xəbərdarlıq edib. Xarici İşlər naziri əlavə edib ki, Çin Ukrayna müharibəsində birbaşa iştirak etmir. Çinin bu məsələdə mövqeyi aydındır. Bu münaqişə dialoq və konsultasiya yolu ilə həll olunmalıdır. Bu münaqişənin həllində son sözü Çin demir. Biz yalnız sülhü və danışıqları təşviq edirik deyə Çinin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. O əlavə edib ki, Avropada bu münaqişənin həllində iştirak etməlidir. Avropa məsələyə kənardan baxmamalıdır. Ötən ildə bu platformada olanda, Rusiya ilə danışıqlar aparılanda Avropa kənardan qalıb tamaşa edirdi. Münaqişənin burada, Avropada başladığına görə mən o vaxtda bəyan etdim ki, vaxtı çatanda Avropanın bu danışıqlarda iştirak etmək hüququ var. Mən demişdim ki, Avropa menyuda yox, masa arxasında olmalıdır. İndi isə biz görürük ki, Avropa Rusiya ilə dialoq cəsarətini özündə tapıb. Bu yaxşıdır və biz bunu dəstəkləyirik deyə Wang Yi qeyd edib. O, ölkəsinin Avropa ilə rəqib yox, tərəfdaş olduğunu xatırladıb. Bugün Avropa ilə aramızda bir günlük ticarət həcmi diplomatik münasibətlər qurduğumuzdan sonra növbəti il ərzində həyata keçirdiyimiz ticarətdən artıqdır. Niyə Çin Avropa İttifaqının rəqibi kimi tanıtdırılmalıdır deyə Wang Yi ritorik sual verib.